Salam, 5-ci sinif Azərbaycan tarixindən 11-ci dərsimizə keçirək. Dərs 11. Qara Yusif kim idi? Yəqin ki, qara sözü ilə başlayan müxtəlif adlarla rastlaşmısınız. Məsələn, Qarabağ, Qaradağ, Qarayazı, Qarapapaq və s. Bəlkə qara adlı sinif yoldaşınız, dostunuz, qohumunuz, qonşunuz da var. Bəs ərazi, dağ, çay, insan, hətta xalq adlarındakı qara sözünün mənası nədir? Qara sözü dilimizdə təkcə rəng deyil, həm də böyük, güclü anlamında işlədilir. Təsadüfi deyil ki, 15-ci yüzillikdə əsası Baharlar nəsli tərəfindən qoyulan dövlət də Qaraqoyunlu adlanmışdır. Bu dövləti Van gölü hövzəsində və Azərbaycanın bir sıra ərazilərində yaşayan, yaylaq maldarlığı ilə məşğul olan Oğuz türkləri qurmuşdular. Onlar maldarlıqdan, xüsusilə qoyunçuluqdan böyük gəlir əldə edirdilər. Dövlətin bayrağında da Qaraqoz təsviri var idi. Qaraqoyunlu dövlətini quran şəxs Qara Yusif olmuşdur. Uca boylu və güclü olması ilə fərqlənən Yusif həm də yaxşı təhsil almışdı. Onun əsas gücü də məhz bunda idi. Ən çətin vəziyyətdə belə özünü itirmir, ani qərarları ilə düşmənlərini çaşbaş salmağı bacarırdı. O, asanlıqla ünsiyyət qurur, mərhəməti və ədaləti sayəsində dostlar qazana bilirdi. Dostlarına həmişə hörmətlə davranırdı. Qara Yusifin yaşadığı zamanlar olduqca qarışıq dövr olmuşdur. Azərbaycanda hakimiyyət uğrunda bir neçə qüvvə mübarizə aparırdı. Bunlar Şirvanşahlar, Ağqoyunlular və Monqol nəslindən olan Cəlalilər idi. Bir tərəfdən də xarici basqınlar ara vermirdi. Onların içərisində isə qüdrətli dövlət qurmuş Əmir Teymur xüsusilə fərqlənirdi. Özünü Turan Sultanı adlandıran bu böyük türk fatehi, türk müsəlman əhalisinin yaşadığı əraziləri öz dövlətinə tabe etməyə çalışırdı. Teymurun qurduğu dövlət onun ölümündən sonra Teymuri adı ilə tanınmışdır. Qara Yusifin əsas rəqibi də məhz Teymur və onun varisləri oldu. Böyük fatehin vəsiyyəti. Qara Yusif türk hərb sənətini gözəl mənimsəyən mahir sərkərdə idi. Əsgərləri onu çox sevirdi. Bunun səbəbi isə həlledici döyüşlərdə əsgərləri ilə çiyin-çiyinə vuruşması idi. Onun cəsarəti, qorxmazlığı döyüşçülərinə böyük ruh yüksəkliyi verirdi. Məhz bunun sayəsində Yusif az qüvvə ilə özündən sayca çox olan düşmənlərinə qalib gələ bilirdi. Bu keyfiyyətlərinə görə Əmir Teymur rəqibləri içərisində məhz Qara Yusifdən daha çox çəkinmişdir. Təsadüfi deyil ki, o öz oğlanlarına, nəvələrinə Yusifi birinci dərəcəli düşmən olaraq göstərmiş, onunla daim tədbirli olmağı vəsiyyət etmişdi. Bunu bilmək maraqlıdır. Qara Yusif düşmənlərinə qarşı da mərhəmətli idi. Ona xəyanət edən Cəlali Sultanını bağışlamaq istəsə də, elə Cəlali əmirləri buna kəskin etiraz etmişdilər. Şirvanşah Şeyx İbrahim də Qara Yusiflə müharibə etmiş, məğlub olub əsir düşmüşdü. Lakin Yusif onu edam etdirməmiş, Təbrizlərin xahişi ilə azad edib məmləkətinə göndərmişdi. Hökmdar Yusif. Öz rəqiblərini məğlub edən Yusif 1410-cu ildə paytaxtı Təbriz olan güclü dövlət qura bildi. Bu dövlətin qurulması ilə Azərbaycanda hökm sürən qarışıqlığa son qoyuldu. Qara Yusif orduya xüsusi diqqət yetirirdi. Buna görə də ölkənin müdafiəsi gücləndirildi. O, Teymurlərin bir neçə yürüşünün qarşısını almışdı. Nəticədə əkinçilik, sənətkarlıq və ticarət canlandı, əhalinin gəlirləri artdı. Hökmdar elmə və təhsilə də xüsusi diqqət ayırırdı. Alimlər, şairlər, rəssamlar və din xadimləri dövlətin himayəsində idi. Qara Yusif bütün dinlərə hörmətlə yanaşırdı. O, xristiyan kilsəsini vergilərdən azad etmişdi. Müharibələr zamanı isə dövlətində yaşayan xristiyanların təhlükəsizliyini təmin etməyə çalışmışdı. Qara Yusif türk, yəni Azərbaycan dilinin inkişafına diqqət yetirirdi. Qaraqoyunlu sarayında türk dilində xeyli kitablar yazılmışdı. Onun zamanında müsəlmanların müqəddəs kitabı Qurani Kərim türk dilinə tərcümə edilmişdi. O dövrün mənbələrində Sultan, Padşah və Bahadır adlandırılan hökmdar Yusif Teymurlərlə növbəti döyüş ərəfəsində xəstələnir. Həkimlərin səyinə baxmayaraq, bu adlı sanlı qəhrəmanı xilas etmək mümkün olmur.
1420-ci ildə dünyaya göz yuman Qara Yusif indiki Türkiyə ərazisində Ərcişdə dəfn edilmişdir. Bəli, indi isə keçirik sual və tapşırıqlara. Dövlətin həm də Qaraqoyunlu kimi məşhurlaşmasının səbəbi nədir? Bu dövlət Oğuz türklərinin Qaraqoyunlu tayfaları tərəfindən yaradılmışdır. Bəzi tarixçilər hesab edirlər ki, bu tayfa birliyi Qaraqoslu mənasını verən ad almışdır və dövlətin adı da həmin tayfanın adına uyğun olaraq Qaraqoyunlu olmuşdur. Bayraqdakı təsviri necə izah edərsiniz? Nə üçün bayraqda qoz təsviri var idi? Qaraqoyunluların bayrağında qoz təsvirinin olması onların tayfa rəmzi ilə bağlı idi. Qoç igidlik və güc simvolu olduğundan bu təsvir dövlətin qüdrətini ifadə edir. Qara Yusifi bir sözlə təqdim etmək istəsəydiniz, hansı ifadədən istifadə edərdiniz? Bu əslində siz özünüz düşünüb edəcəyiniz sualdır. Amma mən öz fikrimi desəm, mən Qara Yusifi bir sözlə təqdim etmək istəsəydim, belə deyərdim. Qüdrətli hökmdar. Çünki Qara Yusif həm Qaraqoyunlu dövlətinin banisi, həm də onu güclü və müstəqil dövlətə çevirən igid sərkərdə idi. İkinci Qarabağ müharibəsi ərəfəsində Azərbaycanın hansı generalı düşmənlə üz-üzə ön xəttdə şəhid olmuşdur? Azərbaycan ordusunun generalı Polad Həşimov düşmənlə üz-üzə ön xəttdə qəhrəmancasına şəhid olmuşdur. Siz dövlət başçısı olsaydınız, ilk növbədə hansı sahəyə diqqət ayırardınız? Bu sizin edəcəyiniz sualdır. Qara Yusifin gördüyü işləri qruplaşdıraraq cədvəl tərtib edin. Mən sizə başa salım, özünüz cədvəli tərtib edərsiniz. Gördüyü işlər siyasi sahədə Qaraqoyunlu dövlətini qurdu və gücləndirdi, Təbrizi paytaxt etdi, düşmən hücumlarına qarşı dövləti qorudu. Hərbi sahədə ordunu gücləndirdi, Azərbaycan, Kürdən cənubdakı torpaqları, Anadolunun şərq vilayətləri, Şərqi Gürcüstan, Qərbi İran və Ərəb İraqı daxil olmaqla ələ keçirdi və Qaraqoyunlu dövlətini daha da gücləndirdi. İdarəçilik sahədə ədalətli idarə sistemi yaratdı, xalq arasında qayda-qanun bərpa olundu. Mədəni sahədə Təbrizdə ticarət və sənətkarlığın inkişafına şərait yaratdı, elmə və mədəniyyətə diqqət göstərdi, İslam və türk dəyərlərini gücləndirdi. Bəli, bu qədər. 12-ci dərs öyrənmək üçün növbəti videoma baxa bilərsiniz. Kanalıma abunə olub bəyənməyi unutmayın. Hələlik.